təmir işləri bitmir ki, bitmir. 5 ildir işləmir. Remont olunca qurtarsın. Hazırda bir xarabalığı xatırladır. İyi gəlir başlatdır. Arxa tərəfdən yanından keçmək olur. Paytaxtın Bayıl qəsəbəsindəki 5 saylı doğum evinin binası bir neçə ildir ki, təmir adıyla bağlanıb və ilk vaxtlarda söküntü işləri aparılıb, amma sonra nə baş veribsə, burada işlər dayandırılıb. Remonta dayanıb vəssalam. Gəlirlər, işləyirlər, gənə çıxıb gedirlər. İş getmir də. Nəsə işləmirlər, icazə vermirlər, yoxsa nədir bilmirəm. Xəsəbari rayonunda Bayıl qəsəbəsində bir dənə doğum evi var. O da 100 il işləyir. Ancaq 5 ildir işləmir. Hansı əsasa görə işləmir? Gəlirlər, yalandan bitgər şey deyirlər, remont edirlər, gənə qaldırırlar. Bəs cəmaət hara getsin? Təmir adına bağlayıblar. Bəli, təmir adına bağlayıblar. Hərdən gəlir, yalandan bitgər qurdalanıb çıxıb gedirlər. Ancaq gözəl binadır, təmir etsələr, Səbahi rayonu gözəl olar. İddialara görə bu tarixi bina tikilib ötən əsrin 30-cu illərində və o vaxtdan bəri təmir olunmayıb. Bu dəfə təmir olunacaqdı, amma o da ki, hələ ki alınmır. Söküblər, qalıb. Başqa firma gəlir, 10 gün, 15 gün işləyir, gedir. İş gedir də. Əməli başda adam işləyirdi burada 60-70 nəfərə kimi töküblər hamısını için. Zirzibildə də. Doğum evinin binası hazırda bir xarabalığı xatırladır. Xatırlayırsınızsa bir müddət əvvəl burada yanğın da baş vermişdi və buradakı vəziyyət ətrafda yaşayan vətəndaşları narahat edir və soruşurlar ki, bu binanın təmiri nə vaxt bitəcək? Yanğın olmuşdu, bəli, söndürdülər. Biabırçılıq, iyi gəlir başlatdır. Yanından, arxa tərəfdən yanından keçmək olmur. Neçə müddətdir dayanıb işlər? Bir ay, 1-2 ay belə oldu. Dayanıb, hə? O vaxta qədər gedir işlər. Getdi bir müddət dayandı, getdi bir müddət dayandı. Nə baş verdi ki, dayandı? Yəni burada bunu kimdən soruşa bilərik? Burada bir kimsə varmı? Yox, burada elə bir məsullu adam yoxdur. O Semaşkaya gedə bilər. Semaşkaya? Bəli. Orada bilirlər. O buranın başı da buradır. Məsələ ilə bağlı təbibə sorğu ünvanladıq. Təqribən bir həftəyə yaxın vaxtdan sonra sorğumuza cavab verən qurumdan bildirildi ki, tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanunun 5-ci və 25-ci maddələrinin tələbinə əsasən abidələr üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərə dair layihələr Milli Elmlər Akademiyasının müvafiq rəyi nəzərə alınmaqla Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra həyata keçirilir. Kliniki tibbi mərkəz publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən 5 nömrəli kliniki doğum evi ilə bağlı nəzərdə tutulan təmir bərpa işlərinə münasibət bildirilməsi üçün Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinə rəsmi müraciət ünvanlanıb. Padratçı şirkət tərəfindən tibb müəssisəsinin binasının əsaslı təmir